Biz ümumi tanımaq və şəxsi tanımaq söhbəti idi. Çünki Allah Teala qeyri-maddi varlıq deyil. Sual budur ki, Allah'ı şəxsi tanımaq olar ya yox. Şəxsi tanımaq yəni bu mənada ki, varlığın özü vasitəsiz olaraq insanın qəlbində, ruhunda, özündə hazır olar. Yəni huzurunda, buna elmi huzuru deyirlər. Bu barədə Quran bizə nə buyurur? Mümkündür belə bir mərifət. Bəli, Rum surəsi 30-cu ayə buyurur: "Fəəqim vechheke lid-dini hanifa." Üzvü yönəld, yəni qəlbivi, bütün diqqətini yönəld bu həqiqətə doğru. Mənası budur. Yəni deyirəm, mənə bax, bəzi vaxt mənə bax sözü, yəni ki, diqqətin məndə olsun. Buyurur, bütün fikrivi, zikrivi, qəlbivi, üzvü yönəld Hənif dininə. Hənif, yəni İbrahim Tevhid dini deyilir də, İbrahimin dini, İslam dini, Hənif dini. O dindir ki, fitratallahiləti fətərən nasa aleyha, ki Allah Teala insanların xəmirin elə o dində yoğurur. Özvü yönəld, diqqətvi yönəld, fikirvi yönəld, nəzərvi yönəld, öz xilqətivə, öz daxilivə, la təbdilə li xəlqillah. Allah Teala bu cür yaradıb və Allahın yaradılışında heç bir dəyişkənlik yoxdur. Yəni bəziləri elə bilməsin ki, 1400 il bundan qabaq din gəlib, din elə 1400 il bundan qabaq ehtiyac var idi. İndi artıq insanların ehtiyacı yoxdur. Yox, Allah buyurur ki, la təbdilə li xəlqillah. Allahın xilqəti üçün dəyişkənlik yoxdur. Yəni necə yaradıbsa insanı, istəyir 2000 il, 3000 il keçsə, yenə o yaradılış əsasında insan yaşayacaq və yenə də ehtiyacı var o dinə. Yenə də öz daxilinə yönəlməlidir ki, Allah onu necə yaradıb, o cür yaşamalıdır, o diqqətlə yaşamalıdır, o əsasla yaşamalıdır. Və lakin əksərən nas la və buyurur zalikə dinul qəyyim və düzgün din elə budur ki, insanın fitrətindən qaynaqlanan, ki Allah Teala onu elə insanın daxilində qoyub. Bu ayədə Allah Teala demək istəyir ki, mən sizi fitrətən elə Allah pərəst yaratmışam. Müsəlman yaratmışam, həqiqi dində yaratmışam. Fitrət yəni ki, yaradılış. Fitrətin mənası yəni yaradılış. Fatir-i samavat, Allah yerin və göyün fatiridir. Fatir surəsi yəni xaliqidir. Yəni yaradılış bu cür yaranır. Elə bil ki, sən bir dənə misal, belə təşbih, bir dənə robot düzəldirsən, gətirirsən robotu insanların gözünün qabağında, deyirsən, baxın bu robot xörək bişirə bilir, stəkanı stol üstdən götürüb o yana qoya bilir, desən gələ bilir, o bu cür. Yəni çox maraqlıdır. Məsələn, onda robota desələm, bir dənə namaz da qılsın. Sən yox, robotun xilqətində onu qoymamışam. Namaz qılmaq o proqramı, düzdür? Amma Allah Teala bizi o proqramı qoyub. Yəni Allahpərəstlik proqramı bizim xilqətimizdə qoyub. Ki bu surədə, Rum surəsi ayə 30, bu 30-cu ayədə demək istəyir ki, insanlar fitrətən Allahı tanıyır. Fitrətən Allahpərəstdir. Fitrətən Allaha meyilləri var. Aydındır? Həmin şəxsi tanımağa deyilir. Və Rum surəsi 30-cu ayə Allahı şəxsi tanımağı mümkün bilir. Buna deyirlər fitri tanımaq. Fitrətində qoyulubsa, yəni ki, sən Allahı şəxsi tanıya bilərsən artıq. Yəni Allahı tanımağı sənin xəmirində, xilqətində qoyub. Yəni sən diqqət eləsən ona, görəcəksən Allahı. O həqiqəti özündə görəcəksən. Deyirlər elmi huzuru.